20 il rektor kimi çalışmışsınız. Heç məmurlardan, tanınmışlardan, övladları üçün sizə ağız açan, necə deyərlər, tapşıran olubmu? Olubsa nə cavab vermişsiniz? Çox olub. Bəs hansı cavabı vermişsiniz? Baxır hansı vəziyyətdə xahiş olubdur. Baxır xahişin ölçüsünə, qanun pozulmuşsa. Məsələn, ən çox mənim güzəşt elədiyim nə olubdur, düzünü danışmaq lazımdır. Görürsən ki, tələbədir, təqaüdə ehtiyacı var. İmtahan veribdir, məsələn, indi qayda belədir də, 91 bal oldu və ondan yuxarı oldu, böyük təqaüd alır. Bu da gəlib dirənibdir, 89-90 bal alır. Bir balı çatmır. İndi 5 ballı sistemdə 4 almaq, 5 almaq ayrı şeydir. Ancaq 100 ballı sistemdə 90 ilə 91 arasında o qədər yoxdur. Komissiya yaradırdı, məsələn, özü də açıq danışım, düz demək lazımdır. İndi mənə heç kim cəzalandırmaz yəqin ki. Deyirdim ki, o komissiya kömək eləyin. Mən təzə rektor olanda bu keçid dövründə Boloniya prosesinə qoşulmuşduq. Valideynlər hamısı Sovet sistemində oxuyublar. Gənclər Boloniya prosesindən oxuyurlar. Məsələn, biri gəlir, deyir ki, cənab rektor, hörmətli adamdır, qəbul eləmişəm. Deyirəm, nədir problem? Deyir, siz uşağı saxlamışsınız, 4 il keçib, deyirsiniz, yenə oxumalıdır. Deyirəm, bəs yenə də kəsirləri qalıb da, oxumalıdır. Deyir, necə yəni, mən ona maşını da almışam. Deyirəm, niyə maşını almışam? Deyir, mənə deyir ki, mən 49 bal almışam. 50 bal almışam, 25 bal almışam. Deyir, mən 5 ballı sistemdə oxuyanda heç 4 ala bilmirdim, 5 ala bilmirdim, bu 25 alıbdır. Yəni, Sovet sistemində 5 ballı idi, bu birisi 100 baldır. Gələ 50-dən yuxarı alasan, 51-dən yuxarı alasan. Bu da uşaq gedib valideynini çaşdırıbdır. O da ona maşını alıb ki, 4-cü kursu qutarır falan. Sən deməli, bunun 5-6 fəndən kəsiri qalıbdır. Yəni, ona görə mən uzun illər valideynlərə qiymət yazanda, məktub yazanda həm 5 ballı sistemdə göstərirdim, həm də 100 ballı sistemdə ki, valideyn alanda ağıllanmışdılar. Bir müddətdən sonra valideynlər öyrəşəndən sonra da o 5 ballı sistemi götürdü, indi 100 ballı sistemlə. Əlbəttə, müraciətlər, vəzifədə olan adama istənilən adam müraciətlər olur. Təbii.